Niyə ki, o hər zamanın özünün öz... Amma deyərəm şeirindən deyərəm. Varsa sənin şeirindən də bir dənə səni dinləyək. Çünki özün qonaqsansa burada mütləq sənin şeirin olmalıdır. Bir də bayaqları bir söz işlətdim verilişimizin əvvəlində. Yadımda işlər, onu bir dənə qeyd edim. Dedim, atam mənə deyirdi ki, atam mənə belə dedi, atam mənə dedi. Mən bilmirəm, Allah ona can sağlığı versin. Sağ da yaşayır, Allah ömrünü uzun eləsin. Və bir şey demək istəyirəm ki, bilmirəm, efirdən deyəsən biz də bilək. Sən də sənətin sahibi olub o? Atam mühəndisdir. Mühəndisdir, hə. İnşaat və Memarlıq Universitetini bitirir və elə o sahədə də çalışıb. Sadəcə mənim bəxtim onda gətirib ki, o uşaqlıqdan ədəbiyyata, ümumiyyətlə bizim musiqimizə çox meyilli bir insan olub. Özü də şeirlər yazıb bir vaxtlar, üzə çıxartmayıb. Adı nədir atanın? Süleyman. Süleyman, hə, Süleyman. Onu götürmüsən də sənə də. Həm də soyadımız eşq olsun. Allah can sağlığı versin. Və mən uşaq olandan, məsələn, o Nəsiminin qəzəllərini, Füzulinin qəzəllərini oxuyurdu. O mənə deyirdi ki, bizim vaxtımızda bu qədər televiziya inkişaf eləməmişdi. Biz radioda gözləyirdik ki, xüsusi muğam axşamları olsun, kimlərsə ifa eləsin. Məsələn, bizdə mən uşaq idim, elə ifaçılar var idi ki, onların kasetləri təzə-təzə yayılırdı, amma tam imkan verildi. Bizə gətirirdi Yaqub Məmmədov qulaq asdırırdı, Arif Babayev qulaq asdırırdı. Yəni, bu muğamlarla biz iki qardaşıq... Biz sözsüz bu dəqiq ələşib televizyon qarşısında bizə baxın. Sevə-sevə baxın. Çünki həm sevdiyim ifaçılar, sənətkarlar buradadır, həm siz varsınız, sizə böyük hörmətiniz var. Və bildirəndə ki, bir daha deyirəm ki, sizin verilişiniz bəli, maşallah. O özü böyük bir sevgi ilə yanaşır hər dəfə. Həm də ümid edirəm ki, mənlə də biraz da olsa fəxr edir. Çünki İzzət bəy, bizim şəxsi tanışdığımız yoxdur. Sadəcə bunu mən həmişə fəxrlə, qürurla deyirəm ki, mən sosial şəbəkədən adi bir telefonda səsləndirdiyim şeirlərlə 5 il ərzində ölkənin əsas səhnəsi Heydər Əliyev Sarayına qədər çıxmışam və 2 gün arda-arda Anşlaq konsertim olub. Maşallah, maşallah. Və 3 dəfə konsertim olub 2 il ərzində. Biri isə Yaşıl Teatrda olub və düşünürəm ki, artısın müqayət olacaq. Çox əlbəttə ki, sosial şəbəkədə insanlar populyar olub ki, seviniblər ki. Deməkdə məqsədim odur ki, atamın bizə aşıladığı sənət sevgisi bizi düzgün istiqamətə yönəltdi.